Ramiz Mehdiyev deputatların otel videolarını çəkib deputat Günay Ağamalı. Atam həmişə mənə deyərdi, otelə gedəndə diqqətli ol. Ümumiyyətlə Bakıda otellərdən uzaq dur. Çünki Ramiz Mehdiyev otellərdə tanışları vasitəsilə Milli Məclisin xanım deputatlarının video görüntülərini çəkdirir. İstər atam deputat olanda, istərsə də indi özüm deputat olduğum dövrdə otellərdən uzaq durmuşam. Sadəcə lazım gəldikdə günlük evlərdə qalmışam. Beləcə xalqımıza həm xeyir vermiş, həm də otellərdə çəkilən təhlükəli ailə dağıdan videolardan qorunmuş olmuşam. Bildiyimə görə bir çox deputat millət vəkillərinin ailəsi həmin videolara görə dağılıb. Ramiz Mehdiyevə qarşı söz deyənin videosu dərhal həyat yoldaşına göndərilirdi. Milli Məclisdə Ramiz Mehdiyevin həbs xəbərləri yayılanda buna ilk sevinən xanım deputatlar oldu. Dəhşətdir, elə deyilmi? Deputat Fəzail Ağamalının qızı Günay Ağamalının bu açıklamasından sonra həm Milli Məclisdə dava düşüb, Fəzail Ağamalının qızını minirlər, sürüyürlər. Qızını sürüyürlər ki, niyə bizim sirrimizi açdın? Deputatların çoxunun çəkilə baxır, aydındır. Niyə bizim sirrimizi açdın? İndi hələ deputatlar Fəzail Ağamalının qızını saçından tutub Milli Məclisdə belə sürüyürlər belə. İndi anla baxın. İlham Əliyev və Paşayevlərdə dəliyə dönübdür. Deputatın bu açıklamasından sonra Əliyevlərində sirri açılıbdır. Çünki bu işdə İlham Əliyev də Ramizlə birlikdə işləyir. Onlar ölkədə, hotellərdə hamının görüntülərini çəkirdilər. Hətta COP29 vaxtı Avropa Şurası Azərbaycana gələn turistlər tədbir iştirakçılarına xəbərdar elədilər ki, xaricdən gələn o dövlətlər öz nümayəndələrinə dedilər ki, otellərdə kamera var Azərbaycanın bütün otellərində. Mən bunu dedim, sizə yadınızdadırmı? Azərbaycan otellərindən ehtiyatlı olun, mümkün qədər Azərbaycana gedəndə bir dəfə istifadə edəcəyiniz telefonlar aparın, sonra ölkədən çıxanda o telefonları yandırın, otellərdə otağınıza göndərilən qadınlardan ehtiyatlı olun, otellərdə gizli kameraları aşkar etmək üçün mümkün proqramlardan istifadə edin. Avropa, dünya COP29-a gələndə bu komandanı verdilər öz heyətlərinə. Yalan deyən köpək oğludur, itdən əmələ gələndir. Mən düz deyirəm. Bir neçə xarici nümayəndə də gizli kameraları tapıb böyük bir skandala səbəb olmuşdu. Onu da mən demədim mi sizə? Dedim ha.